Situasiyalar təqdim edək, tarix fənninə aid situasiyalar. Birinci faktoloji biliyə yazmışam. Əfşarlar imperiyası nə vaxt yaranıb? İkidə Çaldıran döyüşündə hansı dövlət məğlub olub? Faktoloji biliyə. Konseptual biliyə yazmışam. Qazan xan islahatlarının içərisində ən vacibi torpaq islahatı olduğunu əsaslandırır. Bir də Turan taktikasının uğurlu olma səbəbini izah edir. Əla. Prosedural biliyə yazmışam. Cədvələ əsasən Rusiya və Osmanlı arasında baş vermiş döyüşləri ardıcıllıqla yazır. Yazmışam. Təhmasib hakimiyyətə gəldikdən sonra onun qurduğu planın həyata keçirə bilməməsinin səbəblərini cədvəl formasında tərtib edir. Onun aidiyyəti var, söhbət səbəbdən gedir. Onun şifahi də desə, cədvəl formasında da desə, yəni məğz nədir burada? Səbəbin deməkdir də, yenə nə olacaq? Konseptual olacaq. Yəni sizdə tarixdə əsasən xronoloji ardıcıllıqdır. Məsələn, hər hansı bir dövlətdə baş verən hadisələri, məsələn 21-ci həsr hadisələrinin xronoloji ardıcıllığını tərtib edir, deyir. Bunlar prosedur olacaq. Sonra metakognitivə aid deyək. Şah 1-ci Abbasın yerinə sən olsaydın, Osmanlıya qarşı hansı tələbləri irəli sürərdin? İkiyə də yazmışam, AXC-nin, yəni Azərbaycan Xalq Cumhuriyyətinin dövründə baş vermiş hadisələri sən necə öyrənmirsən ki, yadından çıxmır? Bu metakognitivdir, birinci dediyiniz. Birincini bir daha deyin. Şah 1-ci Abbasın yerinə sən olsaydın, Osmanlıya qarşı hansı tələbləri irəli sürərdin? Şah Abbası nə edəcəyik burada? Şah Abbasın siyasətini dəyərləndirəcəyik, elə deyilmi? Burada nə olacaq? Onda Şah Abbasın siyasətçisi o konseptual biliyorlar. Burada biz özümüzü dəyərləndir. Bax, ikincinin düz dediniz. Yəni ki, orada öz strategiyasını deyəcək, elə deyilmi? Amma axı birincidə... Məsələn, deyəcək, Şah Abbasın Osmanlıya qarşı qurduğu planı sən necə bir plan qurardın Osmanlıya qarşı, sən necə bir plan qura bilərdin? Bəli, sən olsaydın, yəni sənin planın nə olardı, elə deyilmi? Belə deyirsiniz də. Yenə də burada özü haqqında bir plan qurur, yoxsa hansısa dövlət haqqında, bir şah haqqında plan qurur? Burada elə bir ki, qarışdım biraz da. Burada elə ki, şagird öz fikrini deyəcəkdi. Yəni o olsaydı deyərdi. Hamısında öz fikrini deyir də. Hamısında öz fikrini deyir də. Məsəl üçün şah təhmasibə münasibət bildirir. Burada öz fikrini demir ki, bunu da onda metakognitiv götürək də. Bunu niyə metakognitiv götürmürük? Hədə öz fikrini deyir də. Nə olacaq? Konseptual olacaq burada. Buna da metakognitiv deyə bilmərik. Sən olsaydın filan kəsin yerinə nə edərdin? Burada axı öz yerinə deyil, kiminsə yerinə nəsə etməlidir. Buna necə metakognitiv deyə bilərik? Afərin xanım. Bəli, onu səhv yazmışam. İndi bir də metakognitivə nümunə deyin. Yaxşı. Şagird səfərini öyrənmə strategiyasını anladır. Ya da mən necə öyrənmişəm, yəni ki, necə öyrəndə yadımda daha yaxşı qalır. Yəni belə desək, özü haqqında olan biliklərdir. Yəni müəllim öz fikrini söyləyir də, bu fikirləri təmiz silin beyninizdən. Zaten biz məsələni də həll edəndə özümüz edirik. Məsələn, dərsi izah edəndə də özümüz edirik. İsmin hallarını deyəndə də özümüz edirik. Qonşu gəlib bizim yerimizə demir ki, bunu elə deyilmi? Yəni özü edir də, özü falan. Yəni söhbəti beynimizdən silək. Yəni öz sözün görüb metakognitivə qaçmırıq. Özümüz üçün nəsə ediriksə metakognitivdir. Yaxşımı? Yəni özü edir, özü fikir bildirir. Bax, bunların üstünə bir dənə xət çəkin ki, bunlar metakognitiv deyil. Bu yanlış düşüncədir, yanlış fikirdir. Mən kiminsə haqqında, nəysə haqqında bir fikir ifadə edirəmsə, bu metakognitiv deyil. Yaxşımı? Bax, misal üçün deyirik ki, şagird 2-ci Qarabağ müharibəsində baş verən hadisələri sadalayır. Bu faktoloji biliyor olacaq. Və yaxud da deyirəm ki, şagird 2-ci Qarabağ müharibəsində qəhrəmanlarımıza münasibət bildirir. Konseptual biliyor olacaq. Burada niyə metakognitiv olmadı? Axı öz münasibətini, öz fikrini bildirir. Qəhrəmanlar haqqındadır da, özü haqqında deyir ki, qəhrəmanlara münasibət. Aydın oldu, yəni özümüzə deyil, hansısa qəhrəmana aid münasibət bildiririk. Və yaxud da ki, şagird, məsəl üçün Rusiya-Ukrayna müharibəsini həll etmək üçün fikir ifadə edir. Məsəl üçün
mən hansı yollar təklif edərdim? Mən bu müharibəni həll etmək üçün hansı təkliflər irəli sürərdim? Burada nə olacaq? Metakognitiv biliyor. Metakognitiv olacaq. Nəyə görə? Çünki artıq öz planın deyəcək də, öz planın kimə aid deyəcək? Özünə aid bir plan qurur. Öz strategiyasını deyəcək. Öz strategiyasın kimə aiddir? Özünə aid bir strategiya qurur. Mən gələcəkdə nə edəcəm, nə olacam deyə. Yox, müharibə üçün qurur. Müharibə üçün strategiya qurursa bu metakognitivdir, Afərin xanım. Hə, bax orada. Hə, müharibə üçün quranda da olmayacaqdı. Hə, indi tam başa düşdüm. Demək strategiya özü üçün, öz gələcəyi üçün olsa onda metakognitiv biliyi olacaq. Fələstin-İsrail müharibəsini həll etmək üçün təkliflər irəli sürür, plan irəli sürür, strategiya irəli sürür. Nə olacaq? Strateji olan o prosedural biliyi olacaq. Müharibəni həll etmək üçün fikir irəli sürür, strategiya irəli sürür, plan irəli sürür, təklif irəli sürür müharibənin həlli üçün. Yerdən danışmayaq, xahiş edirəm. Müəllimlər, yerdən danışmayaq, xahiş edirəm. Hə, bunu anladım. Bu konseptual biliyi olacaq. Nəyə görə? Çünki burada hər hansı bir plan qurursa, burada belə deyək də, öz gələcəyi üçün deyilsə, hər hansı bir hadisə üçün qurursa, özü üçün plan deyilsə, o konseptual biliyi olacaq. Aydın oldu indi, metakognitiv də konseptual. Bəli, bəli. Şagird universitetə hazırlaşır. Necə hazırlaşacağını, hansı bal toplayacağını əvvəlcədən məqsəd müəyyən edir və bunun üçün plan, strategiya qurur. Bu metakognitiv. Nəyə görə? Çünki özü üçün, öz gələcəyi üçün hazırlayırdı o planı. Aydın oldu.